Respublikanın hörmətli izləyiciləri, sizə bugün bir təqdimatla gəlmişəm ki, baxıb hamınız deyəcəksiniz ki, wow, bu obyekt satılır. Bəli, buna obyekt demək özü belə sönük qalır. Bura Respublikaya səs salan Monte-Brez istirahət mərkəzidir. Qubanın Kırızdəhnə kəndində yerləşir. Bura haqqında o qədər videolara baxmışsınız, o qədər dincəlmişsiniz. İndi isə mənim satış təqdimatımda baxın, buranın sahibi, hörmətli izləyici, az çox tanıyırsınız çoxunuzda. Niyyəti var, özü əslən Naxçıvanlıdır. Niyyəti var ki, Naxçıvanda bu şəraiti qursun, yaratsın. Qubada qurub yaradıb, deyir buranı satıram, gedirəm öz məmləkətimə, Naxçıvana, bütün Naxçıvana da buradan salamlar olsun. Orada bax bunu yaratmaq istəyir. Bura satılır. Yatırım üçün gözünüz, diqqətiniz məndə olsun. Təqdimata başladıq. 5 hektar ərazisi var bu obyektin. Bura obyekt demək yenə deyirəm, adamı dili gəlmir. Çünki bura analogu olmayan bir mənzərəsi var. Dəyərli izləyicilər, görün sizə təbiətin möcüzəsini göstərirəm. Həmən bu təbiətin heç milyardlarla qiyməti yoxdur. Dağların arasında 5 hektar ərazidə sizə nə təqdim edirəm? Bir dənə operator sizə axan dağdan gələn çayı göstərsin. Bura körpü hissəsidir və buradan otellərə keçəcəyik, buradan keçəcəyik bisetkalara və mən sizə möhtəşəm yerlər göstərəcəm. Getdik. İstirahət mərkəzinin böyük bir gölü var. 10.000 balıq var burada, dəyərli izləyicilər. 10.000 balıq, sazan, farel. Bundan əlavə kanatı var. Bundan əlavə paraşütların düşməyi üçün boş ərazi var. Bundan əlavə burada, baba bir dənə bunu çək. Gördünüz, məcəradır da burada, dəyərli izləyicilər. Bura fantastik bir istirahət mərkəzidir. Burada katamaranı var. Bunlar bilirsiniz, hamısı puldur. Bunlar hamısı yeni sahibkarın gəlir mənbəyidir. O sezonluq gəlirləri, o barədə detalları danışarıq. Yəni sahibi ilə danışarsınız özünüz. Sadəcə mən sizə gözəllikləri bir təqdim edeyim. Bu 5 hektarın içində sizin təsəvvürünüz olsun. Keçir növbəti zonalara. Əyləncə hissəsidir istirahət mərkəzinin. Dəyərli izləyicilərim, ağlınıza gələn və gəlməyən bütün atraksiyonlar burada var. Uşaqlar burada əla əylənirlər. Ən çox buranın müştərisi əcnəbilərdir. Ərəblər filan gəlirlər, Saudi Ərəbistanlı, hamısı bu ərəblərdir. Hello, saymadı məni. Dəyərli izləyicilər, indi sizə buranı təqdim edəndən sonra keçim atı kotejləri və bisetkaları göstərməyə. Arxa mənzərə də çox möhtəşəmdir, özünüz görürsünüz. Söz tapıram deməyə. Tabii en Bura balaca Qəçrəşdir. Açıqlaması da odur ki, burada kinoteatr düzəldib obyekt sahibi. Oturub dincəlmək üçün, qonaqlar üçün balaca bir Qəçrəş. Çox maraqlı görüntüsü var dəyərli izləyicilər. Gölün kənarında birinci pisetka qonaqların istirahəti üçün, axan çayın kənarında ikinci pisetka, onun qarşısında üçüncü pisetka və beləcə pisetkaların sayı burada hədsiz dərəcədə çoxdur. Mən sizə nümunə üçün bir ikisinə görsədim.
Getdi o birisilər abi. Kottejlər ağızlar kimi full doludur, müştərilər var. Ona görə mən içərisini sizə göstərə bilmirəm, amma hər kottejin lüks təmiri var və qarşısında belə bir pisetkası var. Oturmaq üçün, uzanmaq üçün yerləri var, dəyərli izləyicilər. İstirahət mərkəzinin bu hissəsi artıq restoran kimi xidmət göstərir. Dəyərli izləyicilər, həm açıq restoranı var, həm də 2 mərtəbəli, 200 kvadrat sahəni əhatə eləyən belə bir gözəl restoran var. Keçək içərisinə yaxından tanış olaq. Restoranın dizaynı, interyeri çox gözəldir, əzizləyicilər. Maraqlı dizayn ediblər və buradan panoramik şüşələrdən birbaşa dağ, dəniz ya göl. Şəbəkəm də qarışır. O qədər böyük ərazidir. Çox brenddir də yəni bura. Alan buranı ömrü boyu peşman olmaq, çünki ömrü boyu bir brendə sahib olur. Mən ikinci mərtəbəyə də sizi dəvət edeyim. Bunlar hamısı oturmaq üçün, istirahət üçün yerlərdir. İkinci mərtəbənin də maraqlı dizaynı var. Bura həm teras kimi fəaliyyət göstərir, həm də üstü bağlı restoran kimi fəaliyyət göstərir. Mən sizi terasa dəvət edeyim. Mənzərə budur da. Hörmətli izləyicilərim, ömrü uzadan həkimlərin reseptidir da bu istirahət mərkəzi. Bax belə, dağların düz arasında. Bundan o tərəfə dağ yoxdur da, yəni. Keçək yeni kottejlərin mən sizə bir yaxından tanış edeyim. Bura standart bir kottejdir. Dəyərli izləyicilər, 3 otaqlı bir kottejdir. İstədim sizə təmir səviyyəsini, şəraitini yaxından tanış edim. Təp-təzə otaqlar, təp-təzə mebellər, plastinaları, təmirli sanitar qovşağı. Bu obyektin, o vaxtda sizə sonda deyəcəm, indi də söz açılıb qoy deyim, icazənizlə. Bu obyektin elə bir yaşı yoxdur. Yeni bir obyekti, tikilmə müddətində sizə deyəcəm, növbəti otaqlara bir dənə baxış keçirdik ondan sonra. Otel binasında 3 mərtəbə və 15 nömrə var, hörmətli izləyicilər. Hər birinin baxışı da yenə möhtəşəm dağ ərazisini müşahidə edirsən. Parkovka hissəsidir, 50 maşınlıq. Yuxarı hissədə də bir 30 maşınlıq yeri var. Bundan əlavə arxa tərəfdə də, onun sözü qısası bir 100 maşın rahat bu obyektdə saxlayıb, rahatlıqla öz əyləncəsini, istirahəti keçirə bilər. Burada namaz otağı var, ora mətbəx zonasıdır. Bundan əlavə də 7 dənə afrem evlər var ki, qonaqlar qarşılamağa. Sadəcə içində qonaqlar var deyə onların içərisini sizə görsədə bilmirəm, təəssüf ki. Azərbaycanda dağ, çay, meşə, göl, bu dördü olan bir ərazi, bir obyekt yoxdur dəyərli izləyicilər. Ancaq buradadır, bu obyektin sənədləri qaydasındadır. Bu obyektlə maraqlanan şəxslər birbaşa mənimlə əlaqə saxlasın, danışaq. Sağ olun, var olun, təşəkkür edirəm.